Bizim bəzi iki hecalı sözlərimiz var ki, bazı iki hecalı isimlərimiz var ki, ikinci sait düşür. İkinci sait düşür. İstisnalar var, onları mən sizə göndərəcəm ki, bu sözlərdə düşmə ümumiyyətlə baş vermir. İstəyirsiniz, onu mən sizə birinci göstərim. Baba, bura baxın. Nağıl, taxıl, paxıl, üfüq, müdir, bura kömür sözünü də əlavə eləyə bilərsiniz. Bu sözlərdə şəkilçi qəbul etdikdə düşmə ümumiyyətlə olmur. Nə hal, nə mənsubiyyət. Ümumiyyətlə olmur. Bu istisnanı yadınızda saxlayın. Qaydırıq yuxarı bizim mövzumuza. Deməli, məsələ necədir, uşaqlar? O, nəsil fəsil o vurmada eləmirik də. Deməli, necədir vəziyyət? Bizim sözlərimizin bir qismi millidir, bir qismi alınmadır. Milli sözlər yalnız mənsubiyyət şəkilçisi artırılanda ikinci sait düşür. Amma alınma sözlər həm mənsubiyyət artırılanda ikinci sait düşür. Həm də saitlə başlayan hal. Saitlə başlayan hallar hansılardır? Yəlik, yönlük, təsirlik. Aldıq halda şəkilçisi yoxdur. Yerliklə çıxışlıqda d, samitdir də. İndi nə edirik? Nə edirik uşaqlar? Bir dənə milli söz götürək. Məsələn, hansısa bir sözü deyin. De. Bir dənə söz deyin də burada. Könüllü, yaxşı bir söz deyin də. Ürəyimiz ağrıdır axı. Yaxşı. Götürək qarın. Məsələn, deyirəm ki, qarnı ağrıyır. Bu orada mənsubiyyətdir, haldır. Mənsubiyyət. Aysə, onun qarnı. Düzdür? Elə gülürsünüz, elə bir qarnınız da ağrımıyor. Elə qəribə baxırsınız mənə. Qarnı ağrıyır. Mənsubiyyətdir, haldır. Mənsubiyyət. İndi bu qarın sözündəki ikinci düşməlidir, yoxsa düşməməlidir? Düşməlidir. Çünki yalnız mənsubiyyətdə düşür bu. Bədən üzvlər, güzgüdə gördüklərinizdir də. Bir də oğulla qayın qohumluq bildirir, vəssalam. İndi hal olsa, məsələn tutalım ki, yazıram ki, burnun ucu. Burnun yiyəlik haldadır da. Düşəcək, düşməyəcək burun sözündə. Düşməyəcək. Çünki milli sözlər halda düşmür. Yalnız mənsubiyyətdə düşür. Bədən üzvləri heç alınma deyil. Bala, sən təsəvvür elə ki, özdə 3-cü qrupsan tarixə getsən. Təsəvvür sən daş dövründə mağarada yaşayırsan, əlində nizə ilə zadla belə gəzirsən də, mamont zad ovlayırsan, o dövrdə yaşayırsan. Sən qədim insansan. İndi də belə bir şey deyil, söhbəti yox. Homo sapiens. İlk ağıllı insan var, bir də nə var? Homo sapiens hansıdır? Bazarlı insan var, ən birincidir. Aha, sən oradasan, alt paleolitdasan hələ ki. Hələ o birisindən keçməmisən, üstə keçməmisən. İndi sən gedirsən yolundan, təsəvvür et ki, vurursan ayağımı sındırırsan. Düzdür? Sən bu ayaq sözünü birinci icad eləyərsən, yoxsa Wi-Fi? Ayaq. Ona görə bədən üzvləri milli götürülür, qohumluq bildirən sözlərdir. Çünki insan ilk gördüyü şeyə, məsələn, deyir ki, baxır görək, bu nədir? Buna bir ad verək də, buna əl. Hand. Das, dalış dilində. Buna bir ad verməlisən də sən. Sən bunu qoyub, qulişitil sözünü çıxardarsan ortalığa. Yox. Başa düşdün necə? Yəni, ona görə bədən üzvləri milli götürülür. Başa düşdün? Məsələn, antrikot birinci yaranar, yoxsa barmaq? Yəqin ki, insan birinci baxıb ki, barmağım əzdir, barmaq. Nə deyim buna, nə deyim? Barmaq. Sonra kulinariya, mətbəx və s. yarandan sonra antrikot çıxıb ortalığa. Başa düşdünüz? Ona görə milli sözlər bədən üzvü götürülür. Çatdı? Və bunlar yalnız mənsubiyyətdə düşür. Amma alınma sözlərsə həm mənsubiyyətdə, həm halda düşür. İndi qulaq asın. Deməli, nə edir uşaqlar? Bu hissəyə necə deyək, 4 qulaqla qulaq asın. 2 dənə də birindən tapın, qoyun yanına, olsun qoşa. 4 fara. Tapın birindən, mən bilmirəm. Məsələ nədir? Biz bayaq nə dedik? Dedik ki, ın şəkilçisi mənsubiyyətdə də var, halda da var. Düzdür? Dedik, ın şəkilçisi mənsubiyyətdə də var, halda da var. İndi nə edir? Tutam yazır ki, məsələn, yazır nəyin? Ətir anı burada, ətir sözü var, ən çox istifadə elədiyimiz sözdür. Ətir. Yazır ətrin. Sən bu ını mənsubiyyət kimi də düşünsən,
hal kimi də düşünsən, nə etməlidir bu Sait? Düşməlidir. Çünki bunlar həm halda, həm mənsubiyyətdə düşür. İndi siz dəqiq deyə bilərsiniz bu ətir sözü hansı haldadır? Xeyr. Çünki ını yiyəlik kimi düşünsən, düşürsən, yiyəlikdir. Mənsubiyyət kimi düşünüb düşürsən, adlıqdır. Dəqiq söyləyə bilərsən? Yox. Amma burun sözünü götürsən, düşürsən, mənsubiyyətdə düşürtməsən haldır. Çünki onlar mənsubiyyətdə düşür, halda düşmür. Ona görə yazır biri fərqlidir, birinin halı fərqlidir. Bu məsələdə nəyə fikir verirsiniz? Fikir verəcəksiniz ki, variantlarda 4 variant bu dəstədəndir. 4. Biri o birisindəndir və ya əksinə 4'ü bu sözlərdəndir. Biri bundan. Gördünüz ay müəllim, burada nəsə ikisindən də yoxdur, onda bayaqki istisnaya baxın. O sözlər var idi, ona baxın. Yəni bu sözün aid olduğu halı dəqiq söyləyə bilməzsən. Götürür imini, ın və ıs şəkilçilərindən istifadə edir. Çünki o halda da var, mənsubiyyətdə də var. Mən nə bilim o hansına görə düşür. Amma bunlar düşübsə mənsubiyyətdir, düşməyibsə haldır. Bunu başa düşdünüz? Bundan bağlı sual var. Bir də xəbərli şəxs şəkilçisi sadə bir şeydir. Bir dəqiqəli izah edəcəm. Xəbərli şəxs şəkilçiləri qrammatikdir. Dır xəbərli şəxs şəkilçisinin r'sı düşür. Tələffüzdə kitabdır, olur kitabdır. Müəllimdir, olur müəllimdir. Bir də nəyə fikir verəsiniz uşaqlar? Bayaqları mən gördüm, siz testlərdə onu səhv eləmişdiniz. Şəxslər məsələsində. Yazır hansı cümlədə 3-cü şəxsin mənsubiyyət şəkilçisi var. Cavab çıxıb, məsələn, götürürsünüz, o nə bilim, müəllim deyir. Deyirsən, müəllim, oya aiddir, 3-cü şəxs deyir. Bu mənsubiyyət deyir. Hər 3 şəxsin mənsubiyyəti də var, eləməyin belə. Hər 3 şəxsin mənsubiyyəti də var. Hər 3 şəxsin xəbərli şəxs şəkilçisi də var. Sizin qızınız mənsubiyyətdir. Siz qızsınız. Bu artıq xəbərli şəxs şəkilçisidir. Sizin müəlliminiz mənsubiyyətdir. Siz müəllimsiniz. Bu xəbərli şəxs şəkilçisidir. Başa düşdünüz? Aydındır. Hə. Problem olmaz. Sual varsa verin. Yoxsa yekunlaşdıraq.